Efes diye kaldığımız yerden bir saat yol gedib nihayət ki, Efesə ulaşdıq. Efes daxil olan zaman 40 euro aldılar. Əlbəttə, Avropadan gələn və xristiyan dünyası üçün maraqlı olan bir Efesdə baxmaq üçün turistlər 40 euro ödəyirlərsə, bu onlar üçün böyük bir pul deyil. Amma Azərbaycandan gələn turist üçün əlbəttə ki, 40 euro bir muzeyə ödəmək böyük məbləğdir. Amma nə edək, bu qədər yol gəlmişik, əziyyət çəkmişik, məcburuq 40 euronun başından da keçək. Və gəldik Efesə. Efes həqiqətən tarixiliyi ilə möhtəşəm bir mirasdır bizim üçün. Efes, qədim dünyanın ən möhtəşəm və sirli şəhərlərindən biri kimi tarixə iz qoymuşdu. Tarix boyu mühüm bir rol oynamışdı. Bu şəhər yalnız böyük bir ticarət və mədəniyyət mərkəzi deyil, həm də müxtəlif sivilizasiyaların izlərini özündə birləşdirən nadir tarixi məkanlardan biridir. Onun zəngin keçmişi minilliklər boyu formalaşmış və bugünə qədər öz izlərini qoruyub saxlamışdı. Efesin tarixi çox qədim dövrlərə, eramızdan əvvəl 6-cı minilliyə, Hititlər dövrünə qədər uzanır. Daha sonralar eramızdan əvvəl 2-ci minillikdə və xüsusilə eramızdan əvvəl 1000-ci illərdə iyonlar bu bölgədə məskunlaşaraq 12 şəhər dövlət qurmuşdular. Və yüksək inkişaf etmiş bir sivilizasiya yaratmışdılar. Ardınca Lidiyalılar, Farslar, Yunanlar və Romalılar kimi böyük sivilizasiyalar şəhərə hakim olmuş, Efesi mədəniyyətlərin qovuşduğu mühüm mərkəzə çevirmişlər. Şəhərin ən məşhur abidəsi tanrıça Artemidaya həsr olunmuş Artemis məbədidir. Bu möhtəşəm tikili eramızdan əvvəl 550-ci illərdə tamamlanmış və qədim dünyanın 7 möcüzələrindən biri hesab olunmuşdur. Lakin eramızdan əvvəl 356-cı ildə Herostratos tərəfindən yandırıldığı güman edilir. Sonralar məbəd yenidən tikilmiş və uzun müddət öz əzəmətini qorumuşdur. Efesin də erkən xristiyanlıq tarixində böyrə yer tutmuşdu. 1-ci əsrdə Əziz Paul burada xristiyanlıqda üçün böyük səylər göstərmiş məşhur mənzillərdən birini yazmış olmuşdu. Onun fəaliyyəti nəticəsində üçün insan xristiyanlığı qəbul etmiş, Efes dinin müharibəsi əsas mərkəzlərindən birinə çevrilmişdi. 313-cü ildə İmperiasında xristiyanlığın rəsmi din elan olunması və şəhərin hökuməti daha da artmışdı. Bu səbəbdən bugün də xristiyan dünyasından gələn turistlər üçün Efes xüsusi önəm daşıyır. Şəhər memarlıq baxımından da olduqca zəngindir. Sel Celsus kitabxanası eramızın 2-ci əsrində təxminən 106-cı ildən sonra inşa edilmişdi. Həm də kitabxana, həm də məzar abidəsi kimi istifadə olunmuşdu. Bundan başqa 25.000 tamaşaçı tutumuna malik Efes Antik Teatrı 1-ci əsrdə tikilməyə başlamışdı. Eramızın 98-117-ci illərində tamamlanmışdı. Bu tikililər Efesin memarlıq və mədəni inkişafının zirvəsi əks etdirir. Efes dini baxımından da xüsusi statusları şəhərin kitabı, kitablar
hissəsindən biri olmuşdu. Həmçinin bəzi mənbələrə görə Yuhanna İncili yazılmışdı. Bu faktlar Efesin yalnız maddi deyil, mənəvi baxımından da böyük əhəmiyyətini göstərir. Lakin Efesin yüksəlişində doğmadığı 263-cü ildə şəhər hücumlara maruz qalaraq dağıdılmış, 614-cü ildə baş verən güclü zəlzələ isə onu ciddi ziyan vurmuşdu. Dünyalarda kiçik Nilgiriz çayının gətirdiyi əliflilə limanı tədbirkən dolduraraq şəhərin dənizlərə qəsd kəsmişdi. Bu proses ticarətin zəifləməsi və şəhərin iqtisadi gücünü itirməsinə səbəb olmuşdur. Nəticədə Efes 15-ci əsrdən etibarən tədricən tərk edilmiş və satılmaqlarına çəkilmişdir. Müasir dövrdə isə Efes yenidən dünyanın diqqəti mərkəzinə çevrilmişdir. 1994-cü ildə UNESCO tərəfindən dünya mirasının müvəqqəti siyahısına daxil edilmiş, 2015-ci ildə isə rəsmi olaraq dünya irsi statusunu almışdır. Bundan əlavə Efes haqqında yaradıcı yanaşmalar mövcuddur. Efes hissəli adlı hekayədə Toma adlı bir uşağın sevgi hikayəsi təsvir edilir. Bu hekayə onun şəhərin sevgili anasını, onun daha da çox işlərini daha önce nəticədə Efes minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş, həm də mədəni, həm dini, həm də mimarlıq baxımından böyük əhəmiyyət daşıyan nadir şəhərlərdən biridir. Bugün də o tarix sevərlər, tədqiqatçılar və turistlər üçün əvəzsiz bir məkan olaraq qalır. İnsan sivilizasiyasının inkişafını anlamaq üçün mühüm bir mənbə kimi yaşayır. Efesin gecələri xüsusilə daşıyır. Düzdür, mən gecəyə qalıb bu şəkilləri çəkdirə bilmədim, çünki uzun yolumuz var idi və geri dönməliydim. Amma Efes gecələri xüsusilə zövq vericidir. Məncə Efesə gedənlər həm məndin özünə, həm də gecəlisini görür, zövq almağa düşünür. Əlbəttə, sonunda 40 evronu da nəzərə almaq lazımdır.